Dayan bala. Bu qaydaya diqqət elə. Deməli, m ədatı. Tabeli məşəl cümlənin tərkibində bağlayıcı vasitə olurmu? Olursa necə olur? Olmursa necə olur, olmur? Onu izah edirəm. Deməli, iki cümlə yazmışam. Çatdınmı? Xəbər et. Bilirsənmi? O gəlir. Bunu fərqləndirməyin yolu mənim. Çox bəsit bir qaydası var. Feili bağlamanın anda şəkilçisi var. M-nin işləndiyi sözün başlanğıc formasına bir anda artır. Artıra bildinsə, o zaman bağlayıcı vasitədir. Çatanda xəbər et. Bilirsənmi o gəlir, biləndə o gəlir, olmur. Deməli, burada bağlayıcı vasitə deyil. Bəs yaxşı, bağlayıcı vasitə olanda nə olur? Bağlayıcı vasitə olanda birinci budaq cümlə gəlir, ikinci baş cümlə gəlir. Bu bir. Və ikinci olaraq da m burada sual funksiyasını itirir. Əgər m bağlayıcı vasitədirsə, sual funksiyasını itirir. Əgər bağlayıcı vasitə deyilsə, o zaman birinci baş cümlə gəlir, ikinci budaq cümlə gəlir və sual funksiyasını saxlayır, qoruyur, bağlayıcı vasitə olmayanda sual funksiyasını saxlayır. Qaydamız belədir. Sağ ol.